Məsciddə sizə çətin suallar verirlər. Sənə sual verir, sualın cavabını özü bilir. Çox vaxt elə olur ha. Fikirləşirsən ki, yaxşı sən bilirsən. Soruşmağı məqsədindir. Riyakarlıq. Ya sizi yoxlayır. Biz də o təcrübələri keçmişik. Biz belə deyək də Öyrənmək üçün verilən sual ən gözəl sualdır. ən gözəl sualdır. Deməli bizim bir müəllimimiz vardı. Hər zaman deyərdi ki, dərsə girəndə deyərdi, çalışın, bildiklərinizi qapıda qoyun, sonra girin dərsə. Kişi Müşfiq müəllim hər şeyi idarə edə bilər. Amma qadın kişini idarə edir. Deyir, kişilər deyir atalarına bənzəmək istəyir, amma qadınlar bu günlərdə analarına bənzəmək istəmir. Ha, ciddi problemdir. İbadəti siz bu cür başa düşməyin ki, elə ancaq alnım səcdədə, əlim duada, dilim zikirdə. Bunlar tamam, mən qəbul edirəm ona. Amma ibadətin bir yönü var. Səni insan kimi yaradıbsa, Allah Quran-Kərimdə də bunu deyir ha. Birinci insanlığımızı yerinə yetirəcəyik. Təkəbbür insanı ən geri salan bir şeydir. Qarşıma çıxdı, oxudum Cəlaləddin Rumidən bu fikri ki, təvazökarlıqda toz və kül kimi olmalısan. Toz və küldən öyrənəcək çox şeyimiz var. Xoş gördük sizi, əziz Amin izləyiciləri. Bugünkü qonağımızı həmən sizə təqdim eləmək istəyirəm. Ceyranbatan məscidinin imamı Ziyad Hüseynov. Xoş gəlmisiniz Ziyad müəllim. Xoş gördük. Ziyad müəllim, böyük bir məscidin imamısınız. Çətin işdimi imamlıq? 16 illik bir təcrübənin nəticəsində deyə bilərəm ki, həm özünə görə xidmət sahəsində biz çünki dini xadim deyirik özümüzə. Dini xadim budur ki, insanlara xidmət edirik. Əgər orada bir xidmət varsa, onun çətinliyi də var, onun gözəllikləri də var. Mənəvi bir rahatçılığı da var insana. Çünki bizim insanlara xidmət elədiyimiz sahə mənəvi bir sahədir. İslam dininə inanan müsəlmanlara biz həm namaz qıldırırıq, həm cümə günləri, gücümüz yetdiyi qədər, yəni dilimizin döndüyü qədər onlara Allahın kitabından, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin gözəl sünnətlərindən onlara açıqlayırıq. Çalışırıq ki, cəmiyyətimizi, İslam cəmiyyəti deyək, müsəlmanları bir yerdə bərabərliyə, vəhdətə çağıraq və bu üzrə də müvəffəq olmağa, indi həm Allahın yanında, həm də insanlar yanında çalışmağa, başarmağa, belə çalışmağa çalışırıq ki, insanlar bizi o cəhətdən həm sevsin, həm hörmət eləsin. Birinci Allahın yanında, sonra insanların yanında özümüzə ən azından bir kiçik də olsa bu dünyada bir dəyər qazanmağa çalışırıq. O səhər namazına gələnlər çox olur. Bizim məsciddə təbii ki, səhər namazını demək olar ki, bizim məsciddə çoxdur, dolur. Kənar yerlərdən gəlir, yoxsa yaxın adamlar? Belə deyək, bizim region olaraq Abşeron, Xızı, Sumqayıt, Abşeron, Xızı regionunda ümumən ya 2 ya 3 dənə əllə sayılacağı əhl-i sünnə dediyimiz məscid var. Onlara görə insan tələbatına görə bizim məscidimiz də olur. Yəni ki, o bizim məscidimizin ümumi sahəsi belə deyək 150 kvadrat olar, amma gələn insanların sayəsi biraz 1000-i keçir. 1000-1500 arası olur. Amma sabah namazlarında məscidimiz də olur. Maşallah, maşallah. Bir geyiminiz də var sizin. Son zamanlar dini qurumlarla iş üzrə komitənin bir din xadimlərinə bir geyimi var. Gözəl bir geyim təqdim ediblər bizə. Necə qavrayırlar cəmaat o geyimi, sizin özünüz? Bizim özümüzdən desək, biz onlar ya bayram namazlarında, ya cümə namazlarında geyinirik və yaxud hər hansı bir dövlət tədbirlərində biz onu geyinirik ki... Belə normal halda geyib gəzmək. Məsələn, verilişə də onsuz gəlmişsiniz. Bəli. Məsciddə sizə çətin suallar verirlər. Bizə çox. Ən çətin suallar da sular olub. Keyfiyyət, kəmiyyət haqqında olan suallar çətin suallardır. O fəlsəfəli sualdır. Yəni, belə deyək də, ya sayla, ya məsəl üçün hansısa bir onun cəhəti ilə bağlı verilən suallar çətin olur. Çünki qarşıdakı insanın beynindəki hansı rəqəmi tutub və ya hansı bir keyfiyyətdə bir şey sənə sual verir. Anladım. Onu cavablandırmaq biraz insan üçün daha çətin olur ki, sən o qarşıdakı insanın görürsən beynindən nə sual tutub, məsəl üçün. Elə insanlar da var, çünki
Bilmirəm deyəndə deyəcək imam bilmirmiş. Belə biz bilmirəmi asan deyirik, amma öyrənib gələcəm demək çətin deyirik ki, Yeri gəlmişkən Molla Nəsrəddinə bir dəfə sual verirlər, elə bir çətin sual verirlər. O da deyir ki, bilmirəm. Deyir, nətər bilmirsən, o boyda əmmaməni qoymuşsan başıma bir şey. Allah deyir, sən başıma qoyum, görün biləcəksən. yəni bizdə Həzrət Əlinin gözəl bir kəlamı var. Deyir ki, bilmədiklərimi ayağımın altına qoysaydım, başım ərşə çatardı. Yəni ki, Bilmədiyimiz həmişə çoxdur. Bilmədiklərimiz hər zaman bizim üçün, bilmədiklərimiz bu bizim üçün bildiklərimizə yönləndirəcək bir şeydir. Ki, məsələn, biz bildiklərimizi təkrarlayırıq. Hətta belə deyim, biz qardaşlarla oturub bir söhbət eləyəndə oxuduğumuz belə deyək də, bir cümlə bizi orada daha bir cəmiyyət içərisinə qaldırır. Deyirsən ki, hə, yaxşı ki, bu kitabda mən bunu oxumuşam. Tələbəçilikdənmi, ya keçmişdə hansısa bir araşdırmanda eləyəndə özümüz üçün. Amma bir də var ki, qarşımıza elə sual çıxır ki, sənə sual verir, sualın cavabını özü bilir. Çox vaxt elə olur, ha, deyim sizə. Yəni, Mən də müəlliməm. o adamı daha da sıxıntıya deməyək də, insan üçün biraz daha fikirləşirsən ki, yaxşı, sən bilirsən, soruşmağı məqsədində. Riyakarlıqdır. Ya sizi yoxlayır. Biz də o təcrübələri keçmişik. Biz belə deyək də, Öyrənmək üçün verilən sual ən gözəl sualdır. ən gözəl deyilmi? sualdır. Deməli, bizim bir müəllimimiz vardı. Hər zaman deyərdi ki, dərsə girəndə, deyərdi, çalışın, bildiklərinizi qapıda qoyun, sonra girin dərsə. Siz burada bildiklərinizi ola bilirsiniz ki, təkrar edə bilərsiniz. Amma gözəl bir şəkildə təkrar edə bilərsiniz. Ki, o ərəblərin bir sözü var, ət-təkrar əhsən və ləv kənə 180. Deyir ki, təkrar gözəldir, 180 dəfə olsa belə də. Yəni, belə bir kəlam var. Ona görə də biz, məsəl üçün, belə deyim, məscidlərimiz mədəniyyət evidir, deyək ki, məsələn, gəlir nəsə öyrənir. Mən hər zaman vaazlarımda, xütbələrimdə deyirəm ki, bura gəlirsiniz, əgər öyrənmək üçün gəlirsinizsə, siz bildiklərinizi qoyun qapının ağzına. Ondan sonra buraya gəlin. Tamam, bildiyin ola bilər. Qarşıdakı insan, sənə o söhbəti, moizəni eləyən insan sənə o məsələni bəlkə daha gözəl bir şəkildə anladacaq və yaxud gözəl bir şəkildə təhlil eləyəcək. Xoş bir şəkildə təhlil eləyəcək. Bunlar da var hamısı. Məsələn, biz bir ayəni oxuyanda və yaxud hansı Peyğəmbərin bir kəlamını oxuyanda biz çalışırıq ki, ora gələn kütləni qardaş eləyək, bərabər eləyək, birliyə dəvət eləyək. Bizim niyyətimiz o olub. Yəni, biz orada bölüşmək məsələsi olmayıb. Mənəviyyat insanın toxunulmayacağı bir şeydir ki, ora toxunmamalısan. Bu, istəyir əxlaqi cəhətdən olsun, istəyir vicdani cəhətdən olsun, istəyir imani cəhətdən olsun, fərq eləmir. Biz insanlara, cəmiyyətə bunu başa saldıq ki, ey insanlar, birinci sizə lazım olan nədir? Dünyada bir rahatçılıqdır. O rahatçılığı qazanmaq üçün sənin bir mənəviyyatın boş olmamalıdır. O boşluq insanı rahatsızlığa aparır. Peyğəmbərin özü də hər zaman, məsəl üçün deyəlim ki, bir narahat olanda hiss eləyəndə gələrdi Kəbənin məsələn, divarında söykənərdi, ağlayardı. O ən məşhur Mirac hadisəsi var. Mirac hadisəsinin baş vermə səbəblərindən biri də o olub. Peyğəmbərimiz bir sıxıntılı anında gəlir, məsəl üçün Kəbəyə sıxınır və yalvarır. Ey Allahım demir, ey Kəbənin Rəbbi deyir. Yəni, bunun özündə də bir hikmət var. Peyğəmbərimiz insanlara bir yön verir ki, bax, bir sıxıntı, orada İnşirah surəsi var. Gəlir, İnşirah surəsini Cəbrail əleyhissalam Peyğəmbərin qəlbinə belə deyək, qoyur. Ondan sonra deyir ki, kim mənəvi cəhətdən bir sıxıntısı olarsa, İnşirah surəsini oxusun, Ələm nəşrah ləkə sadrak surəsini. Ona bir qəlbində rahatçılıq gələcək. Yəni, belə deyək, bu günlər bizim insanlara verəcəyimiz dəstək imam olaraq onların mənəviyyatını rahatlatmaq. Mənəviyyatını rahatlatdıqdan sonra insanoğlu belə deyək, lazım gəlsə vətəni üzrə, vətəni uğrunda belə deyək, sonra ailəsi uğrunda, ondan sonra can sağlığı uğrunda, yəni əgər bu da özü vacibdir, fiziki, təbii ki, sənə əmanət verilib. Zaten Yasin surəsində də Allah bizə buyurur ki, bunların hamısının sorğu-sualı olunacaq da, yəni belə deyək. Yəni, əmanətdir. Yəni, belə bir şeydir. Həm birinci özümüz, sonra ailəmiz, sonra yan ətrafımız, ondan sonra vətənimizi qoruyuruq, ondan sonra dinimizi qoruyuruq. Yəni, bu, mən oxuduğum belə deyək də, kitabda 5 dənə
belə deyək, qoruma şəklidir. Nə qoruma şəkli, mühafizə şəklidir ki, birinci nə etməliyik? Birinci bədənimizi qorumalıyıq, sonra Ziyad bəy, məscidə qardaşlar deyirsiniz, qadınlar gəlirmi bizim namaz bu qılmağa? dini qurumlarca Dövlət Komitəsinin təyin elədiyi dini qadın xadimləri var. Eləmi? Yəni o qadın dini xadimləri bizdə də mövcuddur və ora o xanımın, yəni Şəfa müəllimə bizə təyin olunub və Şəfa müəllimə maşallah olsun, belə həm tələbələri var, belə deyək, onlar elə ki, qadınlar hissəsi ayrılmış bir şəkildə bəli. Bizim orada təyin olunmuş bir yerimiz var. Belə məscidin yanında otaqlar var. İmam otağı deyirlər, dərs otaqları deyirlər və o dərs otaqlarında bizdə dini qadın icra edən, dini ayinləri icra edən qadın Şəfa müəllimə biz orada dərs keçir. Təsəvvüf haqqında insanlar çox fərqli danışılır. Elə dindarlara rast gəlirəm ki, onlar onu küfür sayırlar. Allahdan uzaqlaşma sayırlar. Və hərdən məsələn bu yaxınlarda bir Cəlaləddin Rumi haqqında bir serial da çəkdilər türklər. Dedim, nə yaxşı, nə əcəb də. Yəni etiraz edənlər də çoxdur. Bu qəribə bir şeydir. Nə deməkdir sizin üçün təsəvvüf? Nə verir? Təsavvuf dillə deyiləsi bir şey deyil, yaşanması olan bir şeydir. Yəni belə deyim, amma o deyir ki, inkar deyirlər. O real, məsələn deyəm ki, insanlardır ki, mən onlara hər zaman bir misal vermişəm. Demişəm ki, gəlin bu günlər gedək bir ölən bir şəxsi nə qədər tərpətsən, o ölən şəxs durmayacaq. Yəni bu ölən şəxs, deyəlim ki, dünyasını dəyişən deyirik də. Bizim Azərbaycanda gözəl bir kəlam var. Deyir ki, rəhmətə getdi və yaxud dünyasını dəyişdi. Bu o deməkdir ki, yəni mən bu günləri ölən şəxsin hərəkəti ilə bağlı, tamam bunu biz fizika ilə də bağlayaq, nə ilənsə bağlayaq da, amma bunu hərəkət edən bir varlıq var da, düzmü? Amma din cəhətindən o ruhaniyyətdir, ruh deyirik də. İnsanın məsələn maddi cəhətdən necə qidaya ehtiyacı varsa, biz acanda gedib nəsə yemək yeyirik, susanda su içirik. İnsanın mənəvi qidasına da bir ehtiyacı vardır. Yəni mənəvi cəhətdən insan, elə insanlar var ki, adamın qarşısına çıxır, onu psixologiyada fərqli adlandırırlar, psixologiyası pozulub deyirlər və yaxud məsələn fərqli yöndə fərqli bir adlandırırlar. Amma dini cəhətdən gələndə onun deyirlər ki, ruhu boşalıb. Ruhun qidaya ehtiyacı var. Misal, ruhun qidaya ehtiyacı nədir? Sırf mənəvi nələr var. İstər onun zikri olsun, istər Quranı olsun, istər nəsə namazı olsun, onun mənəvi qidasını qidalandırır. Belə deyək də, biz hər zaman bizə misal verilən bir misal var. O Cəlaləddin Rumi də deyir, Yunus Əmrə də deyir, Tapdıq Əmrə də hər zaman. Deyir ki, quş qanadlandığı zaman iki qanadla çırpıb qanadlanır. Bir qanadla uça bilmir, yüksələ bilmir. İnsanoğlunu bir növ ona bənzədirlər. Bunu hamısı deyirlər ki, onda gəlin maddiyyatın varsa, gəlin ki, maddi cəhətdən nəsə eləyirsən, sənin bir mənəviyyatın da olmalıdır ki, sən mənəviyyatla maddiyyatı belə deyək, bir-birini keçmə. Hətta belə bizə məsələn var ki, deyir ki, mənəviyyatsız elm zəhrə münqalibdir. Zəhrə çevirir. İnsanın özünü zəhərləyə bilər. İnsanın məsələn mənəviyyatı da o qədər güclü olmalıdır ki, o zalimliyi öldürməlidir içində. Sizcə nədən zalımlığı seçirlər bəzi adamlar? Çünki tərcih var da. Allah insanın qarşısına bir tərcih qoyur. O tərcihdən seçir. İnsanın özünə aydındır ki, seçim qoyulubdur. Bəs niyə məsəl üçün insanların bəziləri zalımlığı seçirlər? O mənəviyyatı boşluqdur da, odur. Mesela insan uşaqlıqdan elə bir şey seçir. Məsələn, bizim yanımıza deyir sizə imamlığın çətin cəhətləri nədir? Mən sizə bir dənə misal verim. Mənim başıma gələn, indi dediniz o yaxşı oldu. Məsələn, deyəlim ki, uşaqdır. Bizim Şəfa müəllimə gətirdi o uşağı. O uşağın anası var, atası yoxdur. Düzmü? Uşaq həm ana tərbiyəsi də görməlidir, ata tərbiyəsi də görməlidir. Anadan mərhəməti öyrənməlidir, atadan kişiliyi. Yəni, atadan belə deyək, Allahın sifətləri var da, mərhəmət, lütfkarlıq, hamısı var da. Bu insan ədalət. Bax, atadan o ədaləti öyrənməlidir. Bax, o boşluq var, uşaqdakı o boşluq. Uşaq o qədər özünü sıxır, anadan o mərhəməti öyrənir, insanların içərisində düşəndə boğulacağı anı insanın başqa bir, məsələn, maddi
xəstəliyə gətirib çıxardır. Mən bunun şahidi olmuşam. Və o maddi xəstəliyə gətirib çıxardanda sual verəndə ki, bu uşağın nəyi var? Belə şey olaraq. Deyir ki, bu uşağın atası yoxdur. Misal verirəm yəni. Hə, dedim, demək Şəfan müəllim, bunun bir əksikliyi var. O əksikliyi tamamlamaq lazımdır. Uşağa, belə deyək, xocaların yanında, belə deyək, müəllimlərin yanında biraz qalsın, o uşağın bəlkə verəcəyi bir suallar var. O da olur da, məsələn, hər hansı bir övlad anasına anlamadığı bir sualı gəlir atasına sual verir ki, ata bu necə olur? Və yaxud bunu mənə başa sal. Bu cür. Yəni, natamam olan bir insanı tamamlamaq üçün, hətta belə deyim, Osmanlı zamanında müşəvvəllər, padişah fərq eləmir. İndi belə deyim, mən indi misal verirəm Fatih Sultan Məhəmməd olsun. Deyirmiş ki, sizin atanız dövlətdir. Yetimlər olan var, şəhidlərin atası olsun və yaxud dünyası dəyişəndə. Deyib ki, ona görə Türkiyədə bu misal var ki, devlət baba deyirlər. Məsələn, niyə? Çünki dövləti özünə ata hesab eləyib o vaxtdan. İndi də bu günlər, məsələn, deyərəm ki, o misalı verəndə deyirsən ki, məscidlərdə elə uşaqlara gözəl bir şəkildə ata münasibəti olaraq, məsələn, indi o qədər də doldura bilmərsən bəlkə onu. Amma yenə ən azından insanlığımızı. Bax, bizim məsciddə ən gözəl xüsusiyyəti odur. Deyərəm ki, insan gəldi, hansısa bir çətində olan insan, istər yardımlaşması olsun, fərq eləmir. İstər məsələn, mənəvi cəhətdən bir köməyə ehtiyacı olanda, biz çalışırıq ki, onu o cəmiyyətin içərisində soxaq ayrılmasın. O gözəl bir şeydir. Və neçə dənəsində qurtarmışıq elə insanlar ki, var ki, anası gəlib bizə çox təşəkkür edir. Deyib ki, mənim övladımı bu pis alışqanlıqdan uzaqlaşdırmısan. Təşəkkür edib. Deyib, Allah sizdən razı olsun. Yəni, biz onu özümüz bir şey deyil, ha, ətrafımız olsun. Bir də Allahın, belə deyək də, mən onu bir lütfüdür. Hərdən onlar gələndə deyirəm ki, sənin qismətin olmasa Allah nəsib eləməzdi bizim məscidi. Yəni ki, əgər nəsibində varsa. Məscidlər gözəl bir şeydir. Məscidlər gözəl təbliğ yerləridir. Bir ailə məsələsinə toxunmuşkən, bu sabah işə gələndə bir məlumat oxudum ki, nikahla bağlı ölkədəki statistika gün-gündən pisləşir. İş ora gəlib çatıb ki, son aylarda qurulan ailələrin sayından daha çox olub boşananların sayı. Nə baş verir? Siz də bir imamsınız, insanlar gəlirlər məscidə, evlənənlər gəlirlər, orada nikah bağlayırlar. Biz nikah bağlayana biz tövsiyəmiz o olub ki, birinci tövsiyəmiz o olub ki, bu əmanətdir. Allahın əmanətidir. Şükür Allah'a, mən elə ki, belə deyim, kəsdiyim kəbinlərdə elə olub ki, uşağının da kəbinini kəsmişəm. Belə bir şey də var. O, məsələn, belə deyək, insandır. Demirəm o qədər yaşlıyam, estağfurullah. Yəni, 42 yaşım var, amma 16 ildir bu sahədəyim. Amma adam deyib ki, hocam, məsələn, mən kəbinimi kəs, övladım da kəbinin gələcəkdir. Bu mənada təzələmək deyirlər. Belə deyim, onlara bizim birinci tövsiyəmiz nə olur? Deyir ki, bu Allahın əmanətidir. Biz onlara o haqda məlumat veririk. Məlumat verəndən sonra o boşanmanın ciddiyyətini başa salırıq. Sonra oradakı, məsələn, qadına ilk tövsiyəmiz bu olub. Allahın verdiyi neymətdir. Az da verər, çox da verə bilər. Bizim bəlkə indiki gənclərimiz, indiki qızlarımız, mən hər zaman bir niyyətim olub, demişəm ki, Hacı Zeynalabdin Tağıyev necə eləyibsə, birinci qızın oxuması, ali təhsil alması vacibdir. Çünki qız ali təhsil alanda, oxuyanda qızın düşüncə tərzi, xanımların düşüncə tərzi daha fərqli olur. Mən elə düşünürəm. Çünki niyə? O elə bir ki, belə deyim də, bir kişini tərbiyə eləyərsən, o kişi tərbiyəli olar. Amma bir qadını tərbiyə eləyərsən, o cəmiyyət tərbiyəli olar. Çünki qadının verdiyi tərbiyə bütün cəmiyyətə sirayət edir. Ona görə də mən hər zaman qadınlarımıza, xanımlarımıza və ya evlənən şəxslərə birinci tövsiyəm olub ki, çalış evdə kişini rol olaraq başda qoy, uşaqlara da çalış tərbiyəni verəndə atanı ata kimi qəbul eləsin. Sən dünyanı onlara çox öyrətmə. Dünya qismət olan bir şeydir. Çalış xanım olaraq, belə deyək, sən öz ailəvi bərəkətləndirmək üçün qənaətçil olmaq mı və yaxud həyat yoldaşı elə yönləndir ki, kişi, müşəvvəl,
hər şeyi idarə edə bilər. Amma qadın kişini idarə eləyir. Deyir, kişilər deyir atalarına bənzəmək istəyir, amma qadınlar bu günlərdə analarına bənzəmək istəmir. Ha, ciddi problemdir. Yəni səbəb mən bildiyim qədər xanımlardadır, kişilərdə deyil. Çünki xanım bunu günahlandırmır məsraflı xanımları. Yəni kişi də bəzən kişi də aqressiyasını qoruya bilməz və bəlkə kişi də belə deyək də stabil deyirlər. Bir ortamı tutacaqsan, belə deyim, bu günləri xanım, qızlarımız əgər əl ala bilsə, oğlanı, ərə getdiyi kişini əl ala bilsə, məncə o ailə sağlam bir ailədir. Uşağın tərbiyəsi sağlam nikahdan başlayır. Sağlam nikahdan. Sağlam nikah nədir? Sağlam nikah kişi ilə qadın arasında olarkən sağlam münasibətdən başlayır. Əgər münasibətdə dünya bir şey yoxdursa, o gedəcək axıra kimi. Burada heç kimi qınamaq lazım deyil və ya heç kimi... Amma yəni, sağlam bir münasibət məhəbbət əsasında qurularsa, təbii ki, o sağlam bir münasibətdir. Amma yoxdursa, demək ki, orada sağlam bir nikah da yoxdur bu cəhətdən. Və məcbur eləməyəcək. Bir jurnalist dostum səhər baxdım bu faktın üzərinə belə bir fikir irəli sürdü ki, bəlkə də deyir ailə artıq müasir insana bir şey verə bilmir deyə insanlar ailəsizləşmə yolunu tutublar. Siz necə fikirləşirsiniz? Məsuliyyətdir. Ailə məsuliyyətdir. Ailə insana bir şey verirmi? Ailə insana bir şey verməsə, bugünkü gündə cəmiyyət olaraq formalaşa bilmərik. Qardaş bacı ola bilmərik. Bir vaxtlar formula olaraq deyirlər ki, ailə cəmiyyətin kiçik bir hücrəsidir, kərpicidir, onun üzərində onda həyatda nə üçün yaşayırsınız? Nə bilim, insanlar karyera üçün, öz keyfi üçün yaşayırlar. Həyat mənə bir dəfə verilib deyirlər. Deməli, Molla Nəsrəddindən dediniz. Mən də bir də Molla Nəsrəddindən bir misal verim. Molla Nəsrəddinə deyirlər ki, ay Molla, sən kimsən? Deyir, heç nə. Sonra qarşıdakına deyir, bəs sən kimsən? Deyir, mən filan kəsəm. Sonra nə olacaqsın? Deyir, filan kəs. Sonra deyir, filan kəs, filan kəs. Deyir, sonra deyir, heç nə. Deyir, sən sonda deyir, əvvəldə mən deyirəm. Yəni, əgər biz bu psixologiya ilə desək ki, karyera, ya nəsə dünya malı, ya ev, ya maşın, bunların hamısı vasitədir. Nəyin vasitəsidir? Məsələn, harasa gedəcəyimizin bir vasitəsidir. Düzmü? Yaşamaq vasitəsi. Amma ailə onun içərisində bir insana zövq qatır. Ailə deyirsə, yaşamağın özüdür. Özüdür. Zaten bu dünyada, belə deyim də, bu dünyada insanoğlu, belə, baxın, Adəm belə əleyhissalam tək qalmayıb Həvva anamızı, belə deyək, Allah-u Teala nəsib eləyibsə, burada bir hikmət var ki, yəni kişi, qadın tək qalmamalıdır. Təklik Allaha aiddir. Və Quran-ı Kərimdə Allah buyurur ki, mən sizi ona görə yaratdım ki, aranızda məhəbbət olsun, sevgi olsun, qərar olsun. Mən bu günləri, deyərəm ki, 25 yaşında ailə qurmuşamsa, 42 yaşındayamsa, mən bu illər ərzində, deyərəm ki, həm özümü yetişdirmişəm bir ata kimi, atalıq hissi var məndə, həm ailə başçısı kimi, düzmü? Həm bir həyat yoldaşı kimi özünü neynisən, doğruldursan və bu mübarizə ilə də, deyəm ki, dünyanın zaten çətinlikləri var. Onun da arasında onlarla bir dünya yaşayırsan. Deyək ki, məscidə bir nəfər gəlib və sizə belə bir sual verir ki, Ziyad müəllim, Allah insanı niyə görə yaradıb? İnsan həyatının mənası nədir? Allah buyurur ki, mən sizi boş-boşuna yaratmadım, mənə ibadət eləsinlər deyə yaratdım. Yaxşı deyir, mən ancaq namazımı qılım, oruçmu qılım. Onda ibadət nədir? Aciz ol. Bunu mən hər zaman, indi bizim adətimiz var da, yas məclislərində din xadiminə, biz din xadimi dedik də, din xadiminə söz verəndə, mən orada hər zaman bunu zikr edirəm. Deyirəm ki, ibadəti siz bu cür başa düşməyin ki, elə ancaq alnım səcdədə, əlim duada, dilim zikirdə. Bunlar tamam, mən qəbul edirəm ona. Amma ibadətin bir yönü var. Səni insan kimi yaradıbsa, Allah Quran-ı Kərimdə də bunu deyir, ha. Birinci insanlığımızı yerinə yetirəcəyik. İnsanlığımız nədir? İnsanlara faydalı olmaqdır.
İnsanlığımız nədir? İnsan kimi yaşamaqdır. Əvvəla bədənimizi, sağlığımızı qorumalıyıq. Və budur insanlıq. İbadət də budur. Allahın xoşuna gələn cəhəti də budur. Allahın yer üzünü yaratdığı bir nümayəndəsiyəmsə, mən Allaha layiq olmalı deyiləmmi? Necə olmalıyam? Ola bildikmi? Biz mi? Hə, cəmiyyət olaraq, İnsanlıq olaraq. hə, insanlıq olaraq biz Allaha layiq olub olmamağımız yatmadan əvvəl özümüzü hesaba çəkməyimizdir. Bu da Peyğəmbərin tövsiyəsidir. Buyurur ki, hasibu qabləun tuhas. Yəni, siz yatmadan əvvəl özünüzü hesaba çəkin. Biz yatanda başımızı yastığa qoyanda rahat bir şəkildə başımızı yastığa qoya bilirikmi? Vicdanımız rahatmıdır? Məsələn, insanlıq halımız olaraq bizlər kimlərəsə insanlıq eləyə bildikmi? Sonuncu belə bir sualım var sizə. Olurmu ki, istəyirsiniz ki, Allahla rabitəniz qopub ya azalıb? Bəzən peyğəmbərlərin də həyatında bu olubdur ki, qorxma Allah səndən küsmədi və ya məsələn İsa peyğəmbərlə bağlı ona elə gəlir ki, dar ağacında Allah onu tərk etdi, belə sözləri var. Yəni belə bir hisslər olurmu və ya belə bir hisslər yaşayan adama nə tövsiyə edərsiniz Allahla münasibətlərini yaxınlaşdırmaq üçün? Nə etmək olar Allaha yaxınlaşmaq üçün? Mən öz həyatımdan, təcrübəmdən deyim, məsəl üçün olur da üsyan deyək də onun adını. Uzaqlaşmaq, qopmaq deyil də üsyan deyək. Belə deyək də, məsələn, yanındakı bir şeyə baxırsan, deyirsən ki, məndə niyə olmadı? Bunda oldu. Axı, mən ondan çox əziyyət çəkmişəm. 10 gün bundan əvvəl bir qardaşımız elə bir şey eləyirdi. Mənə bir söhbətimiz oldu. Mən ona başa saldım. Öz həyatımdan dedim ki, mən onun cəzasını çox çəkmişəm. Dedi, nə? Dedim ki, mən velosiped sürəndə qəzaya düşdüm, çənəm qırıldı. Məsələn, bir 3 ay, 5 ay mən yemək yeyə bilmədim. Sonra axtardım ki, onun nəticəsi nədir ki, cəzası nədir? Niyə belə? Mən öz müəllimimə qarşı üsyan eləmişdim. Yəni, mən güya yaxşı bilirəm. Təhsilimiz gözəl idi, şükür Allah, yaxşı idi. Mən güya, o da yaşca məndən, belə deyək də, az fərqimiz var idi. Mən güya ondan daha gözəl bilirəm məqsədini, amma o müəllimdə axı. Sən nə eləsə də o müəllimə qarşı üsyan eləməməlisən. Çünki sənə öyrədir. Belə bir şeydir. Bəlkə də müəllimin qəlbi qırıldı. Bəlkə də müəllim, məsəl üçün, belə deyək də, deyəm ki, ərəbcə oxunan bir kitabda mən dedim ki, ay müəllim, cəmaatın içərisində, 100 nəfərin içərisində dedim ki, ay müəllim, bu ibarəni siz düzgün oxumamısınız. Bunu mən eləmişəm. Sonra müəllim, belə deyək də, o 100 nəfərin içərisində özünü bir pis elədi, çıxdı auditoriyadan da, belə deyək. Çıxanda mən özümü şəxsən, bizim baş müəllimimiz var, professorun yanından getdi. Professor mənə başa saldı, dedi ki, bunun nəticəsi ağır ola bilər. Dedi, ged üzr istə. Amma mən nəfsimə yığışdıra bilmədim. Təkəbbür. Olur. Ondan sonra İmam Həsənlə İmam Hüseynin bir hadisəsini oxudum ki, bir ağsaqqal deyir, səhv dəstəmaz alır, gəlib qışqırıb bağıra bilər ki, məsələn, ikisi də. Məsələn, sən səhv dəstəmaz alsan, dayı, bunu düzgün al deyə bilər, amma elə eləmirlər. Gəlirlər, deyirlər ki, dayı, bax gör biz necə dəstəmaz alırıq. İkisi də eyni dəstəmaz alır. Dayı, yəni belə deyək, ağlayaraq qucaqlayır ki, bala, mən yeni namaza gəlmişəm, siz mənə gözəl tərbiyə verdiniz. Əslinə qalanda biz, ümumən bütün insanlardan danışıram, yəni bunu ümumi deyirəm. Biz hər hansı bir məqama çatanda özümüzdən aşağı insanlara belə yuxarıdan aşağı baxmaq qabiliyyətimiz var. Yəni o qabiliyyətimiz olmasa bəlkə insanlığımız da olar, ha, onu deyim sizə. Təkəbbür insanı ən geri salan bir şeydir. Bu sabah qarşıma çıxdı, oxudum Cəlaləddin Rumidən bu fikri ki, təvazökarlıqda toz və kül kimi olmalısan. Toz və küldən öyrənəcək çox şeyimiz var. Təşəkkür eləmək istəyirəm sizə bu söhbət üçün. Mən də bir dənə söz deyim, mənəviyyatda deyim. İnsan da su kimi olmalıdır, israrçı olmalıdır. İsrarçı mı? Hə, nədə israrçı olmalıdır? İnatkar bəlkə. Yox, israrçı. İnatkarlıq biraz çox şey olur, israrçı. Məsələn, namazı biz hər gün eyni şəkildə 5 dəfə əyilib qalxır bəlkə, məsələn, insanların anı. Amma biz neyinirik? Allahdan hər zaman israrla, ya Rabbil aləm, mən səni
gəlmək istəyirəm. Mən səndən istəyirəm. Bunu istəyirəm. İsrar su kimi. Bunu belə deyək. Tasavvuf alimlərinin əksəriyyəti deyib ki, su kimi olmalıdır. Su kimi. Su hara gedirsə öz yolunu tapır. Hətta deyir, qaya qalsa üstündə deyir, yəni bir şey. İstəyən də Allaha bir yol tapar ayəsi var. Yəni o cəhətdən. Təşəkkür edirəm sizə Sağ ol, Allah gəldiyiniz razı olsun. üçün. Biz də sizə İzləyicilərimizə isə sağ olun, gələn görüşlərə qədər deyirəm.